Azerbaycan'ın kadim toprağından bütün Azerbaycan'ı ve bütün Türk dünyasını selamlıyorum. Türk gəncin İrəvandan çəkdiyi video Ermənistanda sürətlə yayılaraq geniş rezonans doğurub. Gənc şəhərin mərkəzindən canlı yayım açaraq Azərbaycanın qədim torpağı İrəvandan bütün Türk dünyasının Novruz bayramı münasibətilə təbrik edib və yerazlara xüsusi salam göndərib. Özellikle Yerazlara buradan selam söylüyorum. Daha sonra gənc çıxışını məşhur anadır arzulara hər zaman Qarabağ mahnısı ilə ifa etməklə davam etdirib və əl işarəsi ilə Bozqurd simvolunu göstərib. Qarabağ can, Qarabağ ana yurdum. Bütün bunlar Ermənistanda isterik reaksiyalara səbəb olub. Bəzi erməni sosial media istifadəçiləri İrəvanda necə belə bir şey baş verə bilər sualını qaldırıblar. Sosial mediada yayılan xəbərlərə görə Ermənistanın hüquq mühafizə orqanları sözgədən gəncin kimliyini müəyyənləşdirmək üçün hərəkətə keçiblər. Bu hadisə Ermənistanda ciddi narahatlıq doğurmaqla yanaşı, bir daha İrəvanın tarixi kimliyinin müzakirə olunmasına səbəb olub. Azərbaycanlılar isə sosial şəbəkələrdə videonu geniş yayaraq gəncin cəsarətini alqışlayıblar. Qeyd edək ki, bundan əvvəl də Türkiyəli gənc Azərbaycan ləhcəsi ilə İrəvanın mərkəzindən Türk dünyasına mesaj göndərmişdi. Buralar qədim Azərbaycan torpaqlarıdır.